Bismillahirrahmanirrahim. Bize sonsuz nimetler veren Uca Allah Teala Celle Celal'ın birliğine ve büyüklüğüne sonsuz şükürler olsun. Elhamdülillah bu günleri Ramazan ayının ahırıncı gündür. Sabah Ramazan bayramıdır. Milletimize, devletimize, cemaatimize hayırlı olsun. Allah salamat eylesin. Ramazan-ı Şerif inşallah ki büyük bir sınav idi. Allah'ın bir sınavıydı. Nefsimizi terbiye eyledik. Hakkı tanıdık. Allah'ın izniyle inşallah ki sabahda bayram eyledik. Bayram bir bölüşmedir. Bayram kardeşliğidir. Bayram Allah katında insanların birbirine yardımlaşmasıdır. Allah bereket versin. Şükürler olsun Allah Teala Celle Celal'ın böyüne ki biz bu günleri her ilde düzdür Ramazan bayramı olup bu iki ilde daha sevincidir. Çünkü biz bir millet olarak, bir devlet olarak artık suverenliğimizi bərpa eləmişik. Şəhidlərimiz yüz illərin öcünü alıbdı. Bir millət olaraq biz özümüzə qayıdışı dərk elədik. Və iman, Allahın izni ilə dövlət başçısının ətrafında biz birləşdik. Və şükürlər olsun Allah Teala Celle Celal'ın böyünə ki biz bu imtihandan üzü ağlığı ilə çıxdıq. Şükürlər, sonsuz şükürlər olsun bizə yardım edən Allah Teala Celle Celal, dövlətimizə, dövlət başçımıza, ordumuza Allah Teala Celle Celal bərəkət versin. Allah şəhidlərimizi qəni-qəni rəhmət eləsin. Bayram nədir? Bayramda Ramazan ayında ən əsası oruç tutub Allah rızası üçün ayın bayram namazına gəlmədən ilk əfsəl əməl Allah rızası üçün ehtiyac əhəllərinə bir fitir sədəqəsi verilməsidir. Yəni o insanlara, o ehtiyac əhli insanları bayramın nəşəsini onlara dadızdırmaqdır. Və elhamdülillah Allah Teala Celle Celal'ın izninə bir qəlbində niskin olan bir qardaşın qapısını döyüb ona inşallah ki dərdinə bir şərik olub ona bir səbir diləmək, Allah rızası üçün bir dua həsənətdə olmaq lazımdır. Allah Resulü Sellem deyir ki bütün işlərdə biri-birinizlə yardımlaşın. Bayram da ən əsası insanların paylaşmasıdır. Dərdi olanın dərdinə bir ortaq olmaqdır. Ona Allah Teala Celle Celal lütfündən bir inşallah ki bir səbir diləməkdir. Ona görə də hər bir halda Allah Resulü Sellem'in hədis şərif var. Buyurur ki Mədine-i Münəvvərəyə gələndə o cəhalət töründə soruşdu Mədinə əhlindən, bayram idi orada. Dedilər ki nədir bu? Soruşdu, dedilər ki biz cəhalət töründə iki böyük bayram eləyərdik. Allah Resulü Sellem dedi ki Allah Teala Celle Celal o iki büyük bayramın yerine size daha hayırlı iki tane bayram kısmet elədi. Biri Kurban Bayramıdır, biri Ramazan Bayramı. Ve hemen o iki bayramın sabah biridir inşallah. Allah'ın izniyle bu bayramın nəşəsini bütün evlere taşıyaq. Böyüklerimizin elinden öpək. Kalbi sınıf olan bütün ehli iman, qohum, qonşu, əqraba, cemaat onların dərdinə şərik olaq. Allah rızası üçün ehtiyac əhli kardeşlerin ocağında inşallah xeyirlisinin bir qazanın qaynamasına vəsilə olaq, yardımcı olaq. Bax bayram budur. Ona görə də Allah rızası üçün kiçiklərimizə, balalarımıza, körpə uşaqlarımıza İslamın nəşəsin, bayramın abu havasını tatdıraq ki, gələcək nəsillərə bir örnek, bir numune olsun. Ona göre de her bir halda Allah Resulü Sellem buyuruyor ki Allah Teala Celle Celal beni gönderdi güzel ahlakı tamamlamak için. Ona göre İslam bir ahlak mektebidir ve ahlak mektebinde Allah'ın izniyle inşallah ki bu neşeni her bir ehli imanı hatta gayrimüslimlere bile bu neşeni tattırıp yaşattırmak lazımdır ki İslam'ın güzelliğini görsünler. Allah mübarek eylesin, Allah kabul eylesin ve elimize, obamıza, cemaatimize bu bayram bir daha mübarek olsun. Ümmet-i Muhammed'e, millete bu bayram mübarek olsun. Allah Teala Celle Celal bizi Ramazan nəşəsindən, Ramazan bayramının abu havasında nefes alıp yaşamağı nasip kısmet edeyim. Allah'ın aleyhine sonsuz şükürler olsun. Allah Teala Celle Celal ta kıyamet gününe kadar vətən səmasından uçuran yeni bayrağımızı məscid minarələrimizdən də Muhammed azanının eski eləməsin. Bir daha cemaatimizin bayramı mübarek olsun. Allah Teala Celle Celal devletimizi, devlet başçımızı, ordumuzu korusun. Allah Teala Celle Celal milletimize yar ve yardımcı olsun. Esselamun Aleyküm ve Rahmetullah ve Berekat inşallah. Allah kabul etsin.